Burada gedir. Dərsimiz Software Development Life Cycle nə deməkdir? Proqramın yaradılış dövrü və bu dövrlərdə hansı mərhələlərdən keçir, bizim burada iştirakımız nə olacaq, bunlar barədə danışacağıq. Amma bundan əvvəl qısa belə bir şey deyim. Hamının xəbəri var, ümumiyyətlə bu software yaradılanda bəzi rollar var. Tutaq ki, müştəri kimdir, biznesdə, biznes kimdir, front-end, back-end, bunlar tabi bilirsiniz olmaz. Yox, okey. Üstündən çox tez gedəcəm. Bax, bizdə back-end developerlar var, hansı ki, front-enddən də gedəcək. Front-end hansı ki, belə fikirləşək, saytın üzü var, bizə görünən tərəfi də. Hə? Biz, məsələn, sayta mən girəm bir dənə, Google. Bu bizim sayt. Burada bizə nə görsənlər, məsələn, bunların yerləri görürsünüz. Bunu bura çəkib atıblar, bu ortada falan. Bunların hamısını eləyir front-end developer. Saytın dizaynı var, ha. Dizaynını bunlarla məşğul olur front-end developer. Hə, mənim bax... UX UI kimi bir şeydir o. Hə, UX UI dizaynı hazır edir. Hə, atıram, məsələn, Figma-da hazır edir. Figma-da hazır ediləndən sonra verir front-end developer. Front-end developer da həmin dizayna uyğun götürür, başlayır bunu yaratmağa. Bu yarandı, yaxşı. Bu yaranandan sonra bu öz-özündən işləyə bilməzlər. Bunun lazımdır ki, arxasında nəsə olsun ki, başlasın. Tutaq, mən burada axtarış edəndə, məsələn, nə yazım? Quality assurance yazım, düzdür. Bu necə oldu ki, mənə bunların hamısını çıxartdı, verdi. Sonra mən necə oldu ki, buna klik elədim, gətirdi, məni bura atdı. Bu hissəsində məsəl üçün, bunun belə olmağında, bunu da front-end edib ki, yazılar belə görürsən. Amma hər dəfə görürsən, mən məsələn, indi bura quality control yazsam, burada yazılar dəyişdi, başqa yazılar çıxdı. Bunların hamısını eləyir back-end developer ki, sən burada nə yazırsansa, ona uyğun sənə sorğuları dəyişir və sənə başqa cavablar gətirir. Bunları da eləyir back-end developer. Hansı ki, o funksionallığı belinə gelirsə, haradansa axtarır və geri sənə cavab gətirir. Bunlarla məşğul olur back-end developer. Orada başqa rollar da var. Onlara prosta bir dəqiqə girməyəcəm ki, ehtiyac yoxdur aslında. DevOps var, nə bilim, nə var, şey var, data ilə işləyənlər var, belə adımlar var. Onlara bu dəqiqə ehtiyac yoxdur. Bizə lazımdır dəqiqə front-end nədir bilək, back-end nədir bilək və proyekt menecer var, hansı ki, qısa bu dəqiqə deyirəm. Gedir müştəri ilə danışır və müştəridən məlumatları alır. Ondan sonra gətirir developer arasında bölüşür ki, bax, belə müştəri belə bir şey istəyir, biz bu proyekti necə ortaya çıxara bilərik. Daha çox proyekt menecer əlaqə saxlayır müştəri ilə. Bizim işimizdə də belə hallar olur ki, biz özümüz birbaşa olaraq müştəri ilə əlaqə saxlaya bilirik. Bax, bu 4 dənə rol, hələ ki, belə yüngülvari danışdıq ki, kimlərdir. İndi gəlirik bura. Bu Software Developer Life Cycle, yəni ki, bu proqramın, application'ın yaranma mərhələləri də özlərlə bir neçə cürdür. Daha çox bizim danışacağımız mövzu olacaq. Scrum, Agile, bu dəqiqə ki, məsələn, sizin də indi gələcəyiniz yerlərdən çoxunda da bu Scrum, Agile metodologiyasından istifadə olunur. Mən buradan başlayalım. Deyir ki, modellərlə. Modellər deyir, different processes or methodologies used to develop. Bu deyir, müxtəlif proseslər və metodologiyalardır, hansı ki, software proyektinin ortaya çıxarılması üçün nəzərdə tutulub. This model specific different stages. Müxtəlif deyir, şeyləri var, stageləri var, mərhələləri var və müxtəlif development prosesləri var. Gəlin nədən başlayaq? SDLC approachları nələr var? Waterfall, Agile, V-model. V-modeldən demək olar ki, günümüzdə çox az istifadə olunur. Qabağımıza Waterfall və Waterfall belə, mən məsəl üçün bu qədər vaxtda heç vaxt Waterfall qabağıma çıxmayıb. Daha çox Agile-ın içərisində olan Scrum və Kanban var ki, bunlardan da Scrum
məntiqin daha çox metodologiyasını belə daha çox görmüşəm. Bəzi hallarda Kanban da istifadə olunur. Bəzi hallarda isə bu ikisini qarışdırırlar. Belə Scrumban adında özlərindən belə bir metodologiya çıxarıb iş yerlərində istifadə olunur. Waterfall modeli nədir? Gəl buradan başlayaq. Şəlalə o şeylə gedib. Ümumiyyətlə, bax, bizim danışacağımız bütün dizaynlar, şeylərdə, metodologiyalarda hamısında bu steplər var. Bu dəqiqə bu waterfall sözünü burada yaddan çıxardın. Elə bilin ki, waterfall yoxdur. Bizə ümumiyyətlə, bax, bu yeri başa düşmək lazımdır ki, requirement, design, implementation, bunlar nə deməkdir? Bax, bu waterfallda da eynidir. Sonra, bax, burada da eynidir. Burada prosta adları dəyişib, eyni mərhələlərin gəlib keçir. Gəlin daşaq waterfalldan. Bax, burada nədir? Deməli, misallarla danışaq. Mən müştəriyəm. Mən gəlmişəm, tutaq ki, Turbo Az saytı, məsələn, istəyirəm ki, məndə belə bir Turbo Az saytı fikirləşək yoxdur. Mən bütün hər şeyi fikirləşmişəm ki, bax, məndə saytda nələr olacaq, mən müştəriyə nələri göstərəcəm, müştəri nə cür əlində özəlliklər olacaq. Mən bunların hamısını konkret olaraq təyin eləmişəm, düzdür? Və gəlirəm, məsəl üçün, İsmailin yanına deyirəm ki, İsmail, mən bax, əlimdə requirementlər var. Bu requirementlərə əsasən mən istəyirəm ki, mənim bir application yaransın. Birinci mərhələ nə olur? İsmail başlayır requirementləri analiz eləməyə ki, nə cür analizlər eləyə bilər? Birinci məntiq olaraq da ki, görün bəlkə adam harcısı çox böyük bir səhv buraxıb, məsəl üçün, bu application heç bir şey yaramayacaq. Və yaxud sənin elədiyin application artıq var, tutaq ki, sən yəni təzədən bunu yaratmaqla heç bir şey eləyə bilməyəcəksən. Nə edə bilərsən əvəzində? Başqa özəlliklər gətirə bilərsən, tutaq ki, daha sonra içərisində tutaq ki, bu validation deməkdir. Gələcək. Yox, validation deməzdim, çünki hələ müştəri vizitini göstərməmişim. Bu sadəcə necədir? Müştəri və şirkət arasında, belə deyək də, müştəri və şirkət arasında olan bir hissədir. Hələ ki, heç bir müştəri dediyim kim? Sifarişçi deyək, müştəri, sifarişçi ilə şirkət arasında olan bir şeydir. Bu hələ ki, heç bir istifadəçisi, heç bir müştərisi falan etsən yox, düzdür. Burada, məsələn, mən deyirəm ki, mənim saytımda axtarış olacaq. Prosta belə yazmışam ki, burada istəyirəm axtarış olsun da. İsmail məndən bu requirement analiz mərhələsini nə soruşur? Deyər ki, qardaş, sənin neçə də user üçün məsələn fikirləşsən ki, axtarışın olsun, düzdür. Mən deyirəm ki, 500 nəfərdə, gündə fikirləşən 500 nəfər girərdə. İsmail mənə söyləyir ki, yox da, yəni səndə bu maşın saytıdır da, yəni maşın saytında 500 nəfər yox. Yəni ola bilər sabahları 500.000 nəfər girsin, düzdür, yəni eyni anda girməz. Sən burada tutaq ki, hansısa bir belə hazır olan nədənsə axtarış sistemləri var məsəl üçün, hazır olan. Tutaq ki, onlardan istifadə edə bilərsən. O dəfə biz necə danışdıq? Chat məsələsi var idi, hazır chatdır, götürsən saytı və inteqrasiya edirsən, işlədir. Eyni cürdə məsələn axtarış şeyləri var ki, onlardan istifadə edirsən. Adamlar hazır hər şeyi yazıblar və onlardan götürüb istifadə edirsən. Məsələn deyir ki, bax, burada biz bunu eləməyəcəyik. Yəni hazır olan nədənsə istifadə edəcəyik, gətirəcəyik, onu sənin saytında göstərəcəyik və s. Backend, bax, backend onların yazdığı backend olacaq, amma frontend hissəsi dizayn kimi biz sənin istədiyin dizaynı göstərəcəyik, amma arxada necə işləməyə artıq olarıq. Bunu biz yazmayacağıq. Aydındır. Bax, bunu tutaq ki, deyirəm, tamam, bundan sonra gəlir nə? Dizayn mərhələsi gəlir. Dizayn mərhələsi nədir? Burada təkcə şeydən söhbət gəlmir. Dizayner gəldi, oturdu, nələrsə elədi. Təkcə o dizayner gəlmir. Bax, mən bunu yazmaq üçün mənə nələr lazımdır? Mən hansı databazalardan istifadə edəcəyəm? Hansı, məsələn, front-end frameworklər var, bu React var, Vue var, belə kəlam fərqli şeylər var. Hansı, məsəl üçün, front-end framework-ündən istifadə edəcəyəm?
hansı backend dilindən istifadə edəcəksən? Orada var da bizə Python-da var, Java-da var, Ruby-də var, nə bilim də. Və məsələn, Turbazın özü, Turbaz deyəsən ilk başları başlamışdı PHP ilə. PHP-də yazılmışdı. Sonra gördülər ki, yox da alınmır. Yəni sorğular dəhşət çoxdur, nə bilim, nə. Yəni PHP artıq çatdırmır ona. Və bəzi hissələrdə performans problemləri yaşayırlar deyə adamlar ümumiyyətlə şeylər PHP-dən çıxdılar, keçdilər Ruby on Rails var məsəl üçün, proqramlaşdırma dili. Başladılar Ruby on Rails-ın üzərində yazmaq hamısını. Mən burada bunların hamısını təyin elədim. Düzdür. Bunların hamısını təyin eləyəndən sonra artıq nə edirəm? İmplementasiya hissəsi var, implementation hissəsi. Başlanır uca burada. Bu verilənlər, requirement verilib. Məsəl üçün, gərək var hələ. Burada artıq başlanır nə? Bax, frontend developer götürür məsəl üçün bunun bu hissəsini belə yazır. Düzdür, bax, bu dizaynı belə düzəldir özündə. Backend nə etməlidir? Backend bax, bura gələcək yazıları falan, bunların hamısını şeydir. Arxada düzəldir ki, bax, bu yazılar bura gələcək, nə bilim, burada azayını klik edəndə imindir ki, burada gələr currency'lər görsən, nə? Burada currency'lər görsələcək, məsələn, qiymət tutaq ki də, istifadəçi hər yerə qiymət yazmasında, gəlib ancaq burada, məsəl üçün, bu qiymətləri falan yaza bilsin. Bunların hamısını backend elədir. Daha sonra frontend nə edir ki, bax, bu ardıcıllıqla bunları belə düzəltdi. Backendin işi nə olur ki, mən istifadəçi kimi maşının şəklinə əlavə eləyəndə, şəkil gəlsin, bax, bura düşsün, qiyməti imindir ki, burada yox, burada çıxsın. Bunların hamısını backend eləyir. Aydındır mı? Vəssalam. Bu hazır. Daha doğrusu bu frontend işidir ki, backend eləyir. Backend sorğu kimi deyir ki, bax, mən sənə belə bir sorğu göndərirəm. Bu sorğuda qiymət gəlir. Alın nə eləyir? Frontend eləyir. Frontend həmin o qiymət gələn sorğunu götürür, imindir ki, bax, burada göstərir. Yazını burada göstərir. Baxın, bunlar nə ilə? Bir yerdə iş görür. Biri backend, biri frontend hazır elədilər. Həm o birisi tərəfdə databaza olmalıdır ki, bu qədər datanın hamısı harasa yığılıb qalmalıdır, düzdür. Ondan əlavə tutaq ki, bu günləri bu data hamısı çöktü getdi, tutaq ki, hamısı necəsə ola bilər, yəni silindi. Silindisə nə etmək lazımdır? Bunu hardansa geri qaytarmaq lazımdır. Recover eləmək üçün başqa bir databaza da yaradırlar falan. Bunların hamısı gəldi, yarandı bu mərhələdə. Bu mərhələ yaranandan sonra artıq gəlir testing mərhələsi. Testingdə indi biz bunu bir-iki dərs danışmışdıq. Testingdə bunu nə edirik? Başlayırıq testlər aparmağa. Nəyin əsasında testlər aparırıq? Tələblər. Tələblər dediyim nə idi? Artıq bax, burada müəyyən olunmuş, bu requirement analysis var ha. Burada requirement analysisində bizim tələblərimiz müəyyən olunur. Onun üzərində biz başlayırıq testlərimizi aparmağa. Testlərimizi apardıq, hər şey əladır, artıq gedir deployment prosesi. İndi burada bir məsələ var ki, deployment prosesini necə başa düşək? Yadınızdadır, mən sizə göstərmişdim də, bir Vitravel saytından bir vitravel.com var idi, hansı ki, bütün istifadəçilərə göstərirdi. Bir var idi pre-vitravel.com, hansı ki, biz özümüz görürük, yəni ki, şirkətin daxili testlərləri və yaxud daxildə testlərləri yox, hansısa bir developerın uğraşır, developerları və testlərləri görür. Bu testing mərhələsində biz yoxlayırıq, məsəl üçün, bizim QA üçün ayrılan test environmentində. Burada hələ də müştəri üçün görmür. Test environmentində hər şeyi yoxladıq, hər şey əladır, zor. Nə edirik? Deployment prosesi başlayır. Deployment prosesində artıq biz bu testdən keçmiş şeylərin hamısını deploy edirik, belə şey deyək, əsas sayta. Hansı ki, turbo.az-dır. Bax, bizdə ola bilər belə bir şey. Testerlər, bax, burada yoxlayırlar, tutaq ki. İndi bu belə bir şey çıxmayacaq. Məsələn, test turbo.az və yaxud QA turbo.az. Burada gedir bizim testing prosesi. Testing prosesində hər şey uğurlu keçir. Nə edirik? Keçirik deploymentə, hansı ki,
burada bizə çıxan kodların hamısını göndəririk turbo.az-a. Yəni ki, əsas sayta göndəririk və salam. Deployment getdi və maintenance. Maintenance nədir? Davamlı olaraq maşında mənə necədir? Məsələn, maşın aldınız bir dəfə, düzdür? Yəni, ustaya necə gedirsə, aradakı game görünməyi, xərəblərlə, maintenance da eyni şeydir. Bu saytı mən bir dəfə belə elədim, o demək deyil ki, bu ömür boyu belə işləyəcək. Bu, harasa nə vaxtsa qırılacaq. Düz indi balaca saytlarda heç nə olmur. Məsələn, içərisinə girsən, bir-iki də informasiya var. O saytı böyük ehtimalla heç nə olmur ki, ola bilər. Məsəl üçün, orada sən hansısa bir serverin məsəl üçün çöksə, serverlə əlaqə kəsilsə, görəcəksən ki, yox, sayt işləmir. Və yaxud 1-2 il işləyə bilər sayt, 1-2 ildən sonra hansısa bir update gələ bilər. Tutaq ki, sənin backend dili və yaxud frontend dili və hansısa bir yeni özəlliklər gələ bilər ki, bu brauzer də hər dəfə yenilənir. Brauzer onu dəstəkləməyəndə artıq sizin saytınız çox belə dəxlisiz və yaxud hansısa bir özəllikləri işləmədən qala bilər. Ona görə maintenance mərhələsi də çox vacib mərhələlərdən biridir. İndi waterfall mərhələsində söhbət nədir? Bax, niyə bu mərhələlər, bu waterfall olub, daha sonra deyirlər ki, yox da waterfall bizə sərf eləmir. Burada dalga qayıtma olmur deyəsən. Hə, waterfallda dalga qayıtma olmur. Məsələ nədir? Bu proseslərdə lazımdır ki, developer, daha doğrusu ki, sifarişçi tam olaraq gəlsin, desin ki, bax, qardaş, mən istəyirəm ki, əlindən nə qədər, mən məsələn başıma elədim. Müştəri bax, bu qədər şey gətirib, vərəq gətirib, adam saytın dizaynına qədər vərəqdə çəkib, gətirib ki, mən bunu istəyirəm də, yəni, bildin ki, dizaynda da elə bura baxıb yığacaqsan, mənə görsənir falan. Və bütün knopkalar da, məsələn, burada bu knopka olacaq, bu nə iş görəcək, bax ki, user buradan klik edəndə hara keçəcək, ora qədər hamısını buraya gətirib, mənə vərəqdə verib ki, mən bunu istəyirəm, bildin. Dizayn bilirsiniz? Hə? Dizayn bilirsiniz? Ya mən bilmirəm, bizim onda balaca komandamız var idi, onlarla belə danışırıq da. Orada backend, mən frontend işləyim, bir də dizaynerimiz var idi. Bizim qavamımızı gətirib verib adam, deyir ki, bax, mən bunu istəyirəm. İndi məsələ nədir? Mən onların hamısını elədim, düzdür. Burada bu etap bitməmiş, mən sifarişçinin bütün istədiklərinin hamısını nəzərə almamış, bura keçə bilmərəm. Ki, əvvəlləri belə olmuşdu da, qəbul olmuşdu ki, belə olmalıdır. Sən müştərinin hər şeyi alırsan, ondan sonra keçəcəksən dizayna. Burada dizayn elədim və bu dizayn bitməmiş də, yəni ki, necə, deyirəm, backend, orada serverlər qurulacaq, o olacaq, bu olacaq, backend dili seçildi, frontend, hansı framework istifadə. Bunların hamısı qəbul olundu və salam. Ondan sonra keçirəm implementasiya hissəsinə. Implementation'da yenə tam olaraq, bax, heç bir testdən söhbət gelmir, ha. Sayt turbo az, full hər şey hazır olur, hər şey hazır oldu. Artıq normal bir saytdır. Fikirləşirik ki, testə vermək olar və salam. Testə verdik, testdən keçdi, testdən keçdisə, gəlir deployment və belə. Yəni ki, bu step tamamlanmamış, bura keçmirik, bura tamamlanmamış, bura keçmirik. Amma bunun problemi nədir? Bax, tutaq ki, deyək ki, buradan bura qədər hamısı gəldi, bizə əsas bir dəqiqə nə lazımdır? Test. Düzdür. Gəldim testə, deyirəm ki, mən burada axtarış edəcəm, tutaq ki, markanı seçsin buradan, bunu, elanları görsət, bir nəfərdə elanı görsədəcəm. Yaxşı, bura bu dəqiqə, məsəl üçün, 1000 nəfər. 1000 nəfər elə azdır, elə bizdə o bank elə... Nə? Hə. Yalan demirəm, bizdə məsələn bank tutaqda əslində şeydir, müştərilər çox deyil, 2 milyon müştərisi yoxdur kapital üçün, düzdür. Biz orada şey tapdıq ki, bir saat ərzində 50 neçə min adamlar 50 neçə min ödəniş prosesi gedir, yəni fikirləş bir saat ərzində, bu balaca bir şey deyil. İndi sən fikirləş ki, kapital bankda nə qədər ola bilər? Başım, belə bir şey çıxarmış ki, 1 saniyə ərzində 500-600 arası hansısa bir proseslər gedir. 1 saniyədə 500-600 nəfər və tapda harasa klik ediblər ki, eləyə görə nə olur. İndi mən bunu nə edirəm? Bax, bura testing mərhələsindəyəm.
Gəlirəm, deyirəm ki, görəsən, load test edirəm və görəsən buradan 1 saniyə ərzində nə bilmək 1000 nəfər tutaq ki, bu butona klik eləsə nə olacaq? Bir nəfərə başa düşdüyündə açacaq. 1000 nəfərə görürsən server dözəcək mi, yoxsa yox? Görürəm ki, yox, dözmür. Yəni mən o problem çıxır. Yəni bu problemlər qaçılmazdı, problem çıxdı. Hə, mən nə etməliyəm? Mən qayıtmalıyam artıq bu mərhələyə. Mən bu mərhələyə qayıtmağım çox böyük problemdir. Niyə? Çünki mən burada elədiyim dəyişiklik bütün bax bu prosesin hamısını dayandıracaq, korlayacaq və mən bu prosesi düzəlmək üçün mən bəlkə bir illimlə gedə bilər tutaq. Nə etməliyəm? Gəlməliyəm təzədən burada olan dəyişikliklər avtomatik olaraq requirement ilə təsir edəcək. Görürüz, hamısına təsir edir. Nəticədə nə olur? Çox belə qarşı bir şey əmələ gəlir. Mən yenə başlamalıyam, burada dəyişiklik etməliyəm, təzədən burada dəyişiklik etməliyəm və hamısını gözləməliyəm. Bura tam bitəndən sonra bura keçməliyəm, sonra təzədən bura keçməliyəm. Yəni görürsüz, bu proses çox uzun gedir də. Yəni ki, bunu bitirib qurtarmalı və hamısında da fikirləşin ki, bir ay burada getdi, nə bilməyib, o təzədən hamısının kodlarının yazılması falan, nə bilməyib, bir ilimdə mənim burada getdi, gəldim, testinqə çatdım, 2 ay test elədilər, 2 aydan sonra gördük, 2 ay yox, dəxlisiz bir yerdə yenə bug var, təzədən dalı qayda, alınmır, düzdür. Ona görə də bu waterfall məntiqini çıxartdılar, nədirlər, dedilər ki, balaca və orta proyektlər üçün o şeydir, balaca orta proyektlər üçün əladır. Amma böyük proyektlərə yaramır. Böyük proyektlərə yaramalığı üçün də belə bir şey fikirləşdilər ki, biz V model yaradaq. V model barədə burada nə edirlər? Burada hamısının öz testləri var. Məsələn, requirementlər oldu. Requirementlərə görə bir acceptance testing var. Sonra sistem dizayn oldusa, sistemə uyğun məsələn, sistem testləri var. Amma bu da bir yerdən sonra bundan niyə belə danışıram? Çünki bu unit test falan bunları keçməmişik, indi qabaqda olacaq, danışacağam. Amma bu da işləri görə bilmədi. Ən axırda gəldilər adamlar Agile metodologiyasının üstündə dayandılar. Hansı ki... Siz yox, bayağı onu dediniz, qabağınıza çıxmıyorsunuz, baxana qabağınıza çıxmıyorsunuz. Nə çıxmıyor? Sizə ki, heç qabağıma çıxmıyor, işləməmişim. Hə, yəni mən başladığım gündən bu Agile metodologiyasından görmüşəm. Bir-iki də yerdə, bunun içərisində Scrum var, onu görmüşəm, Kanban var, onu görmüşəm. Amma ki, Waterfall-la demək olar ki, görməmişəm yəni. Bu dəqiqə bunun özündə yazıb, yəni 70% şirkətlər hamısı şeylə işləyir, Agile-la işləyirlər. İndi Agile şeylə, elə bax bunun üstündən başa salır, bu Waterfall-u yadınızdan çıxarın. Bax, gəl sayt üstündən başlayalım. Bax, bizdə Waterfall-da necə idi? Bir dənə mən bunu test eləmək üçün ki, görüm burada hər şey okeydir yoxsa, mənə lazımdır ki, bütün bunların hamısı əmələ gəlsin. Hamısı hazır olsun, back-endi, front-endi, ondan sonra mən bunu yoxlayım, görüm işləyir yoxsa yox. Amma indi, məsələ nədir? Mən bax, gəlirəm, müştəri mənə deyir ki, mən istəyirəm ki, mənim saytımda bax, burada şey olsun, bütün elanlara müştəri klik eləyə bilsin, burada dillər, nə bilim, nə. Mən məsələn buradan elan yerləşdirə bilim. Daha sonra burada mənim filtrim olsun, mən filtrdən maşınlara istədiyimə görə axtarım tapım. Mən burada sıfırla olsun. Mən deyirəm ki, qardaş, bax, biz yadımızdadır, şey getmişdik, priority. İndi sizcə bu saytda hər şey prioritetdir. Hər şeyin prioritetli deməyim, hər şeyin prioriteti yüksəkdir. Çünki aha. Okey, sonra dəqiq. Məncə heç bir saytda hər şey yüksək prioritetdə olmalı Deyil. Heç bir yerdə elə bir şey yoxdur ki, yəni. Sıfırla mən məsələn bunları seçmişəm, məsələn tutaq ki, belə, kredit. Bunlar sonra bunu belə sıfırla eləyəndə Bu çox prioritetdir.
Bax, indi bir şey deyim də. Bax, hər şey prioritet nədir? Yəni ki, hamısı bir yerdə olmalıdır, bildin. Bax, hamısını top, yəni sən bunu eləməlisən, ondan sonra məsəl üçün Səfa bu sıfırlanış deməlidir, mən bu daha çox filtri, hamı bir yerdə bax bunu çatdırmalıdır. Səncə bunu burada prioritet hansıdır? Daha çox vacib olan şey nədir? Markadır, modeldir, qiymətdir. Bax, 3 dənə şey deyirəm. Bax, biri bu, bax belə, bax belə və bu. Sonra daha çox filtr bu və sıfırla. Burada da ən vacib olan şey hansıdır? Sıfırlanı birinci yerə qoya bilərsən. Çünki bax bu səndə yoxdursa, bax bu hissəsi yoxdursa, sən bu sıfırla hansı işə yarayır? Deməli ki, sıfırla bu dəqiqə səndə prioritet deyil. Düzdür? Və yaxud bu yoxdursa, səndə daha çox filtr işə yarayır? Yox, düzdürmü? Deməli ki, nədir? Birinci prioritet bax budur. Mən birinci müştəri deyirəm ki, qardaş, gəl sənin üçün birinci bax bu hissəni yaradaq. Düzdür? Bu hissə və elan göstər hissəsi. Mən bunu yaradacağam məsəl üçün sənə 2 həftə ərzində. Bir sprint eşitmirsən bilmirəm orada yoxsa. Bir sprint olur. Hansı ki komanda 1 həftə və 4 həftə arası vaxt götürür. Deyir ki, mən sənə bu müddət ərzində normalda bütün iş yerlərində yəni 2 sprint qəbul edirlər. Bəzi hallarda məcburiyyət olur və yaxud nədənsə dəyişə bilir. Məsələn, 1 həftədən 4 həftə qədər vaxt olur. Mən deyirəm ki, mən sənə bu 2 həftə ərzində bunu hazır edəcəm. Bax, bir sprintdə məsəl üçün buna. Bu əslində balaca bir şeydir. İndi misal üçün deyirəm. 2 həftə və bunu hazır edəcəm. Bir sprintdə. Gələn sprintdə isə bir dənə bunu və bunu hazır edəcəm. İndi burada məsələ nədir? Bax, mən bir də bunu hazır elədim, bu sprint. Bu sprint ərzində bu hazır oldu. Ondan sonra eyni vaxtda da testerlər yoxladı, görürlər ki, hər şey əladır. Elanı göstərərək klik edirəm, burada maşınlar çıxır, hər şey əladır. İndi gəlib bir də şey də yoxlayaq, görək burada daha çox elanı göstərə, bayalar dediyim 1000 nəfər klik edəndə nə olur? Hə? Server tutaq ki, çöktü. Hə, server çöktü, nə edirəm? Okey, biz burada server çöktü, biz burada nə etməliyik? Gələn sprintə artıq bizim təzə bir taskımız var ki, biz bunu da düzəltməliyik ki, bu 1000 nəfərə dözsün və eyni zamanda da bu sıfırlanı və daha çox filtr funksiyasını da buraya gətirəcəyik. Bizdə agile məntiqində söhbət nədir? Bax, sprint 1 var. Bu sprint nə deməkdir? Bizim 2-4 həftə, 1 həftə olanlar var. Bizdə məsələn görmüşəm, deyir ki, balaca bir taskımızın balaca bir hissəsi qalıb, onu bir həftəyə bitirə bilərik, bir sprintə bitirə bilərik. Gəl bir həftəlik bir də sprint götürək, bitirək getsin. Burada yazıb 2-4, okey, götürək 2-4. Bir sprint ərzində, bu 2-4 həftə ərzində mən nə edirlər? Bir də planlama qururlar. Artıq bizə o bütün bayaqlar demək, bütün vərəqlər, onlar lazım deyil. Mən əsas prioritet nədir? Yəni sayta məsəl üçün girmək, sayta istifadə etmək üçün tutaq ki, məndə birinci nə olmalıdır? Mütləq ki, giriş olsun, düzdür? Mən artıq hər şeyi qırağa atıb birinci sprintimdə nə etməliyəm? O giriş hissəsini həll etməliyəm ki, müştəri giriş eləyə bilsin və yaxud giriş eləyəndən sonra keçsin profilində hansısa bir dəyişiklik eləyə bilsin, nələrsə əlavə eləyə bilsin, düzdür? Nə edirəm? Bax, birinci sprint başlayanda ilk günündə mən planlayıram ki, biz bu 2 həftə ərzində nə işlər görəcəyik. Okay. Bu 2 həftə ərzində görülən işləri nəzərdən keçirəndən sonra başlayır dizayn mərhələsi. Dizayn mərhələsi indi bu bayaqlar dediyim kimi deyil. Hər dəfə bizim ehtiyacımız yoxdur ki, biz gedək front-end şey eləyək. Bu olur ən başda məsələsində bir dəfə deyirlər, front-end, back-end bunu bir dəfə düzəlmişik, bəs sağ olun. Bu davamlı olaraq bu gedir. Dizayn mərhələsində həm burada atıram da dizaynerlərin hansısa bir işləri olur, məsələn, onların eləyirlər. Bəzi hallar olur ki, məsələn, deyirəm ki, axtarış sistemi tutaq şey yazam. Axtarış sistemində mənim bütün saytım hamısı məsələn Pythonda yazılıb, amma mən axtarışa Python sərf eləmir, çünki bir yerdən sonra müəyyən bir istifadəçi axtarışından sonra yavaş işləyir. Ona görə mən də eləməliyəm. Ən yaxşı axtarış
tutaq ki, hansı sistem üzərində backend dilində olar Java. Həmin burada ümumi ki, mənim Java-m işləyəcək. Ümumi ki, mənim axtarış sistemim işləyəcək Java proqramlaşdırma dilinin üzərindən. Amma qalan hamısı sayt, yəni əvvəlki kimi Python üzərində işləyəcək, heç bir problem yox. Daha sonra gəlir development mərhələsi. Yəni normalda belə işdə gəlib bu dizayn mərhələsini çox görməyəcəksən. Bir dəfəlik olur, plan olur. Plandan sonra bütün backend, frontend, QA hamısı öz işlərini götürür, geri başlayır develop eləməyə. Həm biri frontendin yazır, biri backendin yazır. QA da orada oturur, requirementlər uyğun test case-lərini yazır. Artıq hamısı hazır olandan sonra bunu verirlər test mərhələsinə. Testdən keçdi, əla. Testdən keçəndən sonra da inirik. Gəlirik bura, o bayaqlar deyilmi? Pre-production. Bax, bura qədər pre-production. Burada hər şey keçəndən sonra artıq biz bunu göndəririk hara? Deploy. Burada biraz adı böyük yazılıb. Deploy gedir. Deploy mərhələsi və deploydan sonra biz artıq müştəriyə göstəririk ki, bax, biz sizə üçün bu hissəni artıq düzəlmişik. Gir bir dənə yoxla gör, sənin də xoşuna gəlirmi yoxsa? Yəni, nəticədə nədir? Balaca bir hissə düzəltdi. Yəni, bizim vaxtımız çox gəlmədi. Bütün saytı düzəldindən sonra müştəriyə verir ki, gəlbə müştəri deyir ki, yox, qardaş, bura ümumiyyətlə mənim istədiyim kimi deyil. Belə bir şey eləmədik ki, balaca bir hissə götürdük, düzəltdik. Əla, müştəri razıdır. Razı deyilsə, biz nə edirik artıq? Növbəti sprintdə müştəridən gələn feedbackləri, yəni ki, feedback, geri dönüşləri götürürük müştəridən. Növbəti sprintdə artıq müştərinin o geri dönüşdən olan problemlərini həll edirik və salam, bitdi. Bu bizə daha çox sərf edir. Niyə? Çünki davamlı olaraq biz müştəri ilə əlaqə saxlayırıq, onun istəklərini nəzərə alırıq və yaxud əlavə təklifləri varsa, onları nəzərə alırıq və belə öz proqramımızı, applicationımızı düzəldirik. Oyunlarda kimi beta testlər açılır bir həftə, amma yoxdur. Elədir. Məsələn, bizim özümüzdə də bir dəqiqə elə var da, o deyilmə təzə ödənişlər falan gəlir də. Məsələn, biz onu bəzi müştərilər atmışıq, tutaq ki, 1000 nəfər. 1000 nəfər istifadə edir, oradan hansısa bir buglar çıxırsa, hansı problemlər çıxırsa bizə deyir. Bizim development komandası onu düzəldir, təzədən göndərir ki, bax gör, problemlər nə olub. Düz o, əslində normalda mənlə PO-dan keçir. Biz özümüz də baxırıq ki, həll olundu, hər şey qəşəngdir və salam veririk müştəri. Amma belə problemlər olur. Məsəl üçün, bizim bu ilə başımıza gəldi ki, mən özümdə yoxlayıram, hər şey əladır, hər şey qəşəng işləyir. Müştəri gəlir ki, məndə ümumiyyətlə o hissə yoxdur. Belə problemlər çıxır. Yəni, müştəridən nəsə belə problemlər gəlməyə normal haldır. Amma nəticədə nədir? Nəticədə sən bu müştərini hər 2 həftədən bir və yaxud bir sprint deyək də, hər sprintin sonunda görürsən. Yəni 5 ildən sonra müştəriyə yaxınlaşmırsan ki, bax, gəlib sənin saytın, o da sənə 100.000 problem çıxarır, verir və o problemləri həll eləmək ümumiyyətlə olacaqmış bundan sonra, çünki sən görünə boyla sistemi qurmuşsan. Düzdür? Fikirləş ki, bank sistemidir, düzdür? Bu elə balaca bank sistemi və yaxud Facebook görünə boyladır, yəni. O boydan müştəriyə verirsən, müştəri sən orada o qədər şey tapırsan ki, qardaş. Yəni sən buna pul tökmədə bildiyin. Və orada vaxt və pul problemi ortaya çıxır. Düzdür? Sən 2 il bu işi görmüsən, çox dəxlisiz bir şey eləmişsən. Bunu düzəltməyə bir 2 ildə vaxt lazımdır. Nəticədə görsən nə qədər vaxtın gedir, nə qədər pulun gedir. Amma burada nəzərdir ki, xırda verdiyi və görə onu dəyişmək daha rahat olur da. Bildin? Erkən test. Erkən test deyək. Bura çox da şey yoxdur. Necə? Ben maşın götürək də, tutaq ki. Biri var ki, maşını hazır edirlər. Bir dəfə verirlər ki, müştəri get sür də, düzdür. Yəni, müştəri heç bilmir də, burada tormuz basanda, məsəl üçün 100-ə qalxdım, tormuz bastım, neçə metrdən sonra maşını saxlayacaq, düzdür. Ümumiyyətlə, mənim bu şınlarım da, maşın təkərləri də qışsın, dözümlüdür mü, yoxsa bunların heç birini yoxlamamış müştəriyə versək nə olur? Ona görə nə edirlər? Onların hamısının testləri var da, maşının bütün o təkərindən tutmuş, o motorun içərisində həm rezinləri, nələr görüm. Motorun içərisində o, həm də çox başım çıxanlar kimi danışıram.
Tutaq ki, o şamlar var da, şamlar görüm neçə dərəcəyə qədər dözürlər, nə qədər o motor, nə qədər güclü Fransa, o ümumiyyətlə ona dözəcəkmi yoxsa yox. Biri var, bunların hamısını əvəzindən yoxlasan. Biri var ki, motoru tam yığasan, sonra bir dənə fırladasan, hər şey partlasın, qalsın. Yəni görsən daha çox problem çıxara bilər də bu. Və yaxud götürüb maşını dəmirdən yığırsan, bildiyimiz dəmirdən də. Maşının nəticədə gəlir sonunda ağır olur. Buna əvəzən materialını bilsəydin ki, nədən yığmaq lazımdır. Bunu sən testlərini eləsəydin ki, bu nə dərəcədə dözümlü olacaq. Gəlib sonunda çanqan olmaz. Yəni bu dediyim, maşını prosta misal gətirim ki, daha rahat variant oldu. İndi hamımız ki, 10 bilirik maşını təmin. Bu saytlarda belədir ki, o xırda detalları əvvəlcədən test eləsən, xırda hissə test eləsən və sənin nəzərən müştəriden daha çox feedback aldığına görə problemlərin daha az olur. Problemlərin varsa da, böyük problemin belə varsa, çox tez bir zamanda həll edə bilirsən. Belə. Bu hələ balaca bir hissəsi idi. Hələ heç girmədim.